Salam Elçin müəllim. Salam, salam. Zəhmət olmasa bu məntiq sualının izahını Baxım deyə bilərsiniz. sualınıza. Hə, maraqlı məntiq testidir və həqiqətən çox maraqlı yerdə verilmiş bir sualdır. Hal-hazırda Allah şəhidlərimizə rəhmət eləsin. Biz su qovşandayıq. Gördüyünüz kimi necə gözəl mənzərə var və axşamın sərinliyi var burada. Sizin sualınız isə Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlarda istifadə olunan test tipidir. Mən izahını çəkib sizə göndərəcəm. Əziz tələbələr, belə bir sual verilmişdi. Gəlin görək necə həll olunur. Biz K, L, M-in nəyə bərabər olmasını tapmalıyıq. Baxın, K-nı elə bir yerdən götürməliyəm ki, yuxarıdan ikinci xanasında 4 yazılsın, yuxarı sağdakı xanasında isə 2 yazılsın. Elə bir yer axtarsaq, baxın, 4-ü və 2-ni gördüyümə görə, deməli K bu hissədə yerləşməlidir. Görürsünüz, bax, buradakı veriləni olduğu kimi biz gətirib bu hissəyə yerləşdirirsək, 4 və 2 üst-üstə düşürsə, deməli K-nın biz buradan nə olduğunu tapırıq? K-nın 3 olduğunu tapırıq. Daha sonra mən fikirləşirəm ki, L-i tapmalıyam. L-in yuxarısında 4-dür, yuxarı solunda da 0 verilməlidir. Harada ola bilər L? Baxın, L bu 2-nin yerində ola bilər. Çünki yuxarısında 4 var, yuxarı solunda isə 0 var. Deməli, L-in də 2 olması məlum oldu. Artıq qaldı bir tək M-i tapmaq. M-i görün necə tapırıq. Elə bir 3-ə baxmalıyıq ki, yuxarı sağında və sağdan ikinci xanasında verilən rəqəmlər eyni olsun. Həmin 3, bu hissədə görürsünüz, bu 3-ü götürsəm əgər, fikirləşərəm ki, yuxarı sağı və sağındakılar eynidir. Buna görə də M-in neçə olduğu çıxdı ortaya yoldaşlar. M-in də 1 olması çıxdı və cavabımız hazırdır. Deməli, K 3-dür, L 2-dir, M isə 1-dir və buna görə cavab olur A variantı.